Ha, bilirsiniz Maratı necə öldürüblər? O kimdir? Marat da kişi girib vannaya çimirmiş özü üçün. Giriblər içəri, şık şık, ketk eləyiblər kişini. 100 min nəfəri xilas etmək üçün bir nəfərin həyatına qıymaq olarmı? Fransa burjua inqilabı zamanı Girondistlər və Yakobinçilər arasında kəskin mübarizə gedirdi. Həmin dövrdə Yakobinçlərin görkəmli nümayəndələrindən biri Jean-Paul Marat idi. O, özünün Xalqın Dostu adlı qəzetindəki məqalələri ilə kütləvi repressiya və terror tərəfdarı kimi tanınmışdı. Ondan fərqli olaraq, Girondistlərin tərəfdarı olan 24 yaşlı Charlotte Corday isə qanunun aliliyini müdafiə edir və zorakılıqdan imtina edirdi. Buna görə o Maratı Fransanın parçalanmasında əsas günahkar hesab edirdi. 1793-cü ilin iyun ayında Girondistlərə qarşı həbs və qətllərin təşkili Fransada xaosu daha da dərinləşdirdi. Charlotte Corday bu hadisədə əsas səbəbkar kimi gördüyü Maratı cəzalandırmaq qərarına gəldi. İyulun 13-də Charlotte qurbanının evinə getdi. Həmin vaxt ekzema xəstəliyindən əziyyət çəkən Marat müalicə vannasında uzanmışdı. Qız ona yaxınlaşaraq ürək nahiyəsinə mətbəx bıçağı ilə 2 zərbə endirdi. Vəkillər tərəfindən müdafiə olunmasına baxmayaraq, məhkəmənin qərarı ilə Charlotte ölümə məhkum olundu və edam edildi. Edamdan əvvəl Charlotte bu sözləri demişdi: 100 min nəfərin həyatını xilas etmək üçün bir nəfəri öldürdüm. Bu hadisə siyasi qəsdin simvoluna çevrildi və mübahisələrə səbəb oldu. Bəziləri onu qəhrəman, digərləri isə cinayətkar hesab edirdilər. Bəs siz necə düşünürsünüz? Charlotte qatil idi, yoxsa xalqın xilaskarı?